İman dayanmaq deməkdir. Dayanırsan, haramların qarşısında dayanırsan və Allahın əmrlərinə itaət edirsən, Allahın əmrlərinə riayət edirsən. Ona görə insan düşünməlidir. Düşünməlidir ki, Allah insana möhlət verib, onu boşu-boşuna yaratmayıb və Allah bizi imana çağırır, Allah bizi tövbəyə çağırır və hər gün, ey insan, səhər, axşam sən tövbəyə çağırılırsan. Hər gün gecə sən tövbəyə çağırılırsan. Bunu sən anlamalısan, bunu bilməlisən. Allah səni hər gün çağırır. Hər gün səni çağırır. Və sən bunu düşün. Düşün və nə qədər gec deyil, uca Rəbbinə qayıt. Səni yaradana qayıt. Səni yoxdan xəlq edənə qayıt. Sənə sürət verənə qayıt. Sənə rəhm edənə qayıt. Qayıt ki, həm bu dünyada xoşbəxt olasan, həm də axirətdə xoşbəxt olasan. Yenidən Allah Quran-ı Kərimdə buyurur ki, Möminin surəsi 115-ci ayəsində Əfəhəsibtum ənəmə xalaqnəkum əbəsən və ənəkum ileynə lə turcaun. Məgər elə hesab edirsiniz ki, biz sizi əbəs yerə yaratmışıq və siz bizə qaytarılmayacaqsınız. Bu ayə haqqında ey insanlar, düşünün.